Salam hər kəsə. Bugün coğrafiyanın maraqlı mövzularından olan miqyas və generalizasiya mövzusu haqqında qısa məlumat verəcəm. Başlayaq ilk öncə miqyas mövzusundan. Deməli, yer səthində olan əraziləri kartoqrafik təsvir etmək üçün ilk növbədə onların ölçülərini kiçiltmək lazımdır. Bunun üçün isə biz miqyasdan istifadə edirik. Miqyas kartoqrafik təsvirlərdə həqiqi məsafələrin neçə dəfə kiçildiyini göstərir. Və miqyas üç cür olur. Ədədi miqyas, izahlı miqyas və xətti miqyas. Ədədi miqyas sürəti vahid, məxrəci isə coğrafi obyektlərin kiçilmə dərəcəsini göstərən yuvarlaq ədəddən ibarət kəsirdir. Məxrəcdəki ədəd miqyasın kəmiyyəti hesab olunur. Miqyasın məxrəcindəki rəqəm böyüdükcə kiçilmə dərəcəsi də müvafiq olaraq artır, yəni miqyas kiçilir. Gəlin buna verilmiş nümunə üzərində baxaq. 1 bölünsün 200 min miqyasda miqyasın kəmiyyəti 200 min hesab edilir. Və az öncə qeyd etdiyimiz kimi miqyasın kəmiyyəti böyüdükcə, yəni artdıqca miqyas özü kiçilir. Yəni kəmiyyət böyük olanda miqyas kiçik olur. Və buradan belə bir qənaətə gələ bilərik ki, miqyasla miqyasın kəmiyyəti bir-biri ilə tərs mütənasibdir. Ədədi miqyasın izahlı forması izahlı miqyas adlanır. Burada ədədi miqyasdakı sürətə, yəni 1 santimetrə neçə metr və ya kilometrin uyğun gəldiyi göstərilir. Ədədi miqyası izahlı miqyasla ifadə etmək üçün miqyasın sürət və məxrəcinə santimetr dəyəri verilir. Sonra isə məxrəc metr və ya kilometrə çevrilir. Miqyasın qrafik ifadəsi isə xətti miqyas adlanır. Xətti miqyasa əsasən planda və xəritədə məsafələri pərkarla ölçüb həqiqi məsafə təyin edilir. Yuxarıda verilmiş izahlı miqyas nümunəsinə əsasən biz həmin miqyası xətti qrafik üzərində xətti miqyasa çevirmişik. İndi isə gəlin miqyasla bağlı bəzi önəmli qeydlərə diqqət edək. Xəritədəki məsafə dəyişər, miqyas dəyişər, lakin həqiqi məsafə dəyişməz. Miqyasın kəmiyyəti neçə dəfə artarsa, xəritədəki məsafə də o qədər azalar və ya əksinə artar. Yəni onlar arasında əlaqə tərs mütənasibdir. Xəritədəki məsafə və miqyas isə düz mütənasibdir. Yəni xəritədəki məsafə artarsa, miqyas da artar və yaxud əksinə xəritədəki məsafə azalarsa, miqyas da azalmış olar. Xəritənin miqyası kiçildikcə onun müfəssəlliyi, yəni dəqiqliyi azalır və bildiyimiz kimi böyük ərazilərdə bütün obyektləri xəritədə göstərmək mümkün deyil. Bu zaman daha mühüm obyektlərin seçilməsi zərurəti yaranır. Xəritənin məqsədi və miqyasından asılı olaraq zəruri olan obyektlərin seçilməsi, ümumiləşdirilməsi və sadələşdirilməsi kartoqrafik generalizasiya adlanır. Qısa şəkildə desək, generalizasiya ümumiləşdirmə deməkdir. Kiçik miqyaslı xəritələrdə generalizasiya çox, böyük miqyaslı xəritələrdə isə generalizasiya az olur. Və biz bilməliyik ki, xəritənin miqyası ilə generalizasiya tərs, xəritənin kəmiyyəti ilə generalizasiya isə düz mütənasibdir. Bildiyimiz kimi miqyasın kəmiyyəti ilə miqyas tərs mütənasibdir. Yəni miqyasın kəmiyyəti artdıqca miqyas kiçilər, miqyasın kəmiyyəti azaldıqca isə miqyas böyüyər. Və yuxarıda qeyd etdiyimiz kimi xəritənin miqyası ilə generalizasiya tərs, yəni miqyas böyük olduqda generalizasiya az olar, miqyas kiçik olduqda isə generalizasiya çox olar. Miqyasın kəmiyyəti ilə generalizasiya düz, yəni miqyasın kəmiyyəti nə qədər kiçik olsa, generalizasiya bir o qədər az, miqyasın kəmiyyəti nə qədər çox olarsa, generalizasiya bir o qədər çox olar. Yəni bunlar arasında əlaqə düz mütənasibdir. Güvən test toplusundan bir neçə sualın izahına baxaq. 29-cu sualda deyir, hansı miqyaslı xəritədə generalizasiya daha böyük olar? Və biz qeyd etmişdik ki, generalizasiya böyük miqyaslı xəritələrdə daha az, kiçik miqyaslı xəritələrdə isə daha çox olar. Şərtdə də bizdən generalizasiyanın daha böyük olduğu miqyası istədiyi üçün biz burada ən kiçik miqyası seçəcəyik. Cavabımız olacaq C variantı 1 bölünsün 70 milyon. Digər sualın izahını verək. Verilən miqyaslara əsasən generalizasiyanın azalma ardıcıllığını göstərin. Burada azalma ardıcıllığını istədiyi üçün biz sıralamanı ardıcıllığı kiçik miqyasdan böyük miqyasa doğru düzəcəyik. 2, 1, 4 və 3. Cavabımız olacaq C variantı. Növbəti sualın izahına baxaq. Xəritə sxemdə A və B məntəqələri arasındakı məsafənin 22,2 sm olduğunu bilərək onun miqyasını müəyyən edin.
Biz burada ilk öncə A və B məntəqələri arasındakı dərəcə fərqinə diqqət edəcəyik. A və B məntəqələri arasında 40 dərəcə fərq olduğunu görürük. A məntəqəsi 40 dərəcə şimal enliyində, B məntəqəsi isə ekvator üzərində yerləşir və aralarında 40 dərəcə fərq var. Və biz burada həqiqi məsafəni, onlar arasındakı həqiqi məsafəni tapmaq üçün 40 dərəcəni 1 dərəcəlik meridian qövsünün uzunluğuna, yəni 111 kilometrə vuracağıq. Cavabımız 4440 kilometr edəcək. Və bizdən şərtdən miqyası soruşduğu üçün biz də bilirik ki, miqyası tapmaq üçün həqiqi məsafəni, yəni aldığımız 4440 kilometri xəritə üzərindəki məsafəyə bölməliyik. Yəni 22,2 santimetrə böləcəyik. Cavabımız olacaq 200 kilometr. Və 200 kilometri miqyasla ifadə edən zaman arxasına 5 sıfır əlavə edəcəyik. Cavabımız olacaq C variantı. Növbəti suala baxaq. Miqyası 1 bölünsün 2.500.000 olan birinci xəritədə A və B məntəqələri arasındakı məsafə 30 cm bərabərdir. İkinci xəritədə həmin məsafənin 50 cm olduğunu bilərək onun miqyasını tapın. Biz birinci miqyasa, verilən miqyasa əsasən tənasübümüzü quracağıq. 1 santimetrdə 25 kilometr olduğunu nəzərə alaraq A və B məntəqələri arasındakı məsafə 30 santimetrə bərabərdir. 30 santimetrə isə x kilometr uyğun gəlir. Buradan tapırıq ki, x bərabərdir 750 kilometrə. Birinci xəritədən aldığımız həqiqi məsafə 750 kilometrdir. İkinci xəritədə 50 sm məsafənin 50 sm olduğunu bilərək onun miqyasını tapmalıyıq. Bu zaman aldığımız 750 kilometr həqiqi məsafəni miqyası tapmaq üçün böləcəyik xəritə üzərindəki məsafəyə, yəni 50 santimetrə. Cavabımız olacaq 15 kilometr. Və bunu miqyasla ifadə edən zaman 15-in arxasına 5 sıfır əlavə edəcəyik. Cavabımız olacaq C variantı.